İqtisadi zonada hörmətli tamaşaçılar, ötən həftə yağan güclü yağışlar yalnız paytaxtda deyil, bölgələrdə də fəsadlara səbəb olub. Əkin sahələrini su basıb, meyvə ağaclarına, əkinlərə ciddi ziyan dəyib. Bəs əsasən hansı bölgələrdə hadisələr çoxdur? Təbii fəlakət nəticəsində dəyən zərərin miqyası nə qədərdir? Bütün suallarımızı Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədr müavini Ləman Aliyevə ünvanlayacaq. Ləman xanım, axşamınız xeyirli olsun, xoş gəlmişsiniz Ləman xanım. İlk sualımız ümumiyyətlə belə olacaq. Sel su basma nədir? Hansı halda baş verən hadisəyə sel su basma deyilir və ümumiyyətlə bu sadəcə yağışın çox güclü şəkildə yağmasıdırmı, yoxsa başqa hansısa bir təbiət hadisəsi də baş verməlidir ki, buna sel su basma deyilsin və fermerə sığorta ödənilsin? Hər vaxtınız xeyir. İlk öncə təşəkkür edirik bu mövzunu canlandırdığınız üçün və bizi dəvət elədiyiniz üçün bununla bağlı. Sel su basma haqqında qısa bir məlumat vermək istəyirəm ki, sel su basma dedikdə yağışların davamlı yağması nəticəsində və yaxud da ki, qarların əriməsi nəticəsində ani su kütlələrinin təsiri ilə çay, göl, dərə, kanal, bu kimi su hövzələrində suyun miqdarının artması, yamaçlardan suyun axması, həmçinin bunların nəticəsində torpağın altına suyun yığılması və yaxud da ki, torpağın su keçirmə qabiliyyətinin artıq miqdarda suyun torpağın üst qatında toplanması sel su basma hadisəsi hesab olunur. Yəni, qeyd olunduğu kimi şəkillərdən də göründüyü kimi su ya torpağın alt qatına yığılmalıdır və yaxud da ki, üst qatında yəni torpağın su keçirmə qabiliyyətinin artıq həcmdə olmalıdır ki, üst qatında toplansın və təsərrüfata zərər vursun ki, Aqrar Sığorta Fondu tərəfindən həmin təsərrüfatlara dəyən zərərlər qarşılansın. Bu hallardan biri baş verərsə, sığorta ödənişi həyata keçirilir. Ləman xanım, ümumiyyətlə bu hadisələr sığorta hadisəsi kimi tez-tez baş verirmi və bu hallardan indiyə qədər nə qədər ödəniş həyata keçirilir və ümumi ödənişlərin hansı hissəsini məhz sel su basma təşkil edir? Ümumiyyətlə qısa bir məlumat vermək istəyirəm ki, təkcə ilə 2025-ci ilin dinamikasına baxsaq, baş verən hadisələrin ikinci ən çox hissəsini sel su basma təşkil edir ki, birinci yerdə təbii ki, dolu hadisəsidir, bizdə ödənişlərin həcminə görə, ikinci yerdə isə sel su basma təşkil edir ki, 25-ci ildə sel su basmaya görə 1.227.000 sığorta ödənişi edilmişdir ki, əvvəlki illərdə isə 23-24-cü illərdə bu məbləğ 1,5 milyon örtmüşdür ki, təxminən bizim elədiyimiz sığorta ödənişlərinin 40%-dən çox hissəsini əhatə etmişdir. Yəni, kifayət qədər xeyli həcmdə baş verir ki, son günlərdə xüsusilə vurğulamaq lazımdır. Aydındır. Bəs bu hadisədə sizə daxil olan məlumatları əgər qruplaşdırsaq, ən çox hansı bölgələrdə qeydə alınıb bu hadisə və hansı tərəvəzlərə, hansı məhsullar ziyan çəkib? Ən çox ümumiyyətlə bizdə son günlərin dinamikasına əsasən deyə bilərik ki, bu qeyri-sabit hava şəraiti təbii ki, kənd təsərrüfatından yan keçməyib, ciddi ziyanlar vurmuşdur ki, Quba-Xaçmaz iqtisadi regionu, Qarabağ iqtisadi regionunda, Şirvan, Salyan və Dağlıq Şirvan iqtisadi regionlarından daha çox müraciətlər daxil olmuşdur ki, xüsusilə də biz Şabran və Xaçmaz rayonlarını qeyd edə bilərik ki, yağan yağıntılar xeyli sayda təsərrüfatlara ziyanlar vurmuşdur. Təkcə əkin sahələri, yəni arpa və buğda sahələrinə deyil, hətta meyvə bağlarına da gilasdır, heyvadır, armud, badam və s. kimi bağlarına zərərlər vurulmuşdur ki, bununla bağlı fermerlərdən bizə müraciətlər daxil olmuşdur. Hətta fermerlərin verdiyi məlumata görə suyun hündürlüyü 60 sm-ə qədər çatmışdır. Hal-hazırda da sizin əməkdaşlarınız hadisə yerindədirlər. Belə deyək də, Aqrar Sığorta Fondunun ekspertləri ərazilərə mütəmadi olaraq baxış keçirirlər. Hazırda da həmin proses davam edir və əməkdaşlarımız da bu prosesdə sizin əməkdaşlarla birgə iştirak ediblər. Gəlin həmin görüntüləri izləyək, sonra söhbətimizə yenidən davam edəcəyik. Ağçaya gələn güclü sel çayın Xaçmaz rayonunun Cığatay kəndindən keçən hissəsində daşqınlara səbəb olub. Nəticədə sel suları müxtəlif təsərrüfatlara zərər vurub. Seldən bir həftə keçməsinə baxmayaraq hələ də su çəkilməyib. 200-dən yuxarı parniklərimiz bu vəziyyətdədir. Bəli, lil, bütün çaylar, sellər gəlib. Hələ bir ki, biberlər, pomidorlar yetişən vaxtı, çıxan vaxtında. Bu zülümü çəkib, pulla almışıq pomidorları, tumlarını. Heç nə. Bərbad olub gedib. Ziyan dəqib 20 dənədən çox parniqim, kartoşkam. Kənd təsərrüfatı nəyi varsa hamısı getdi. Taxılım getdi, bir ton yarım ambarın içində. 3000 manatlıq buraya xarc qoymuşdum ucu. Parniqin özünə. Hələ sağları demirəm. Orada da bir ton yarımda buğdayım gedib. Mal yemi gedib, ot gedib. Onlardan hesabı 5-6 minə gəlir. Buradan artıq gəlir əldə edə bilməyəcəksiniz. Yox, bura ucu işi bitib.
Burada 2 dənə təsərrüfat yerləşir. Biri 24 hektar taxıl sahəsindən buğda sahəsi əkilib. Ondan ibarətdir. Bir də 30 hektar meyvə bağları. Bu 2 təsərrüfatın ikisində dolu yağışlar nəticəsində 27 mart 2026-cı tarixdə sel su basma hadisəsi baş vermişdir. Çox böyük zərər verib. Yəni ki, ağacların çiçəkləmə dövrü, badam ağaclarının, meyvə bağlarının həmin dövrdə də dolu yağışlar yağdı. Yəni çox zərər vurdu. Bir tərəfdən də sel su basma ardıca. Ağaclar stres keçirtib. Yəni ki, stres keçirtəndə meyvəni əmələ gətirə bilmir, buraxır. Qorxudan ağac buraxır, stresə şu buraxır. Fermerlər selin fəsadlarının ağır olmasını çay yataqları və suvarma kanallarının vaxtında təmizlənməməsi ilə izah edirlər. Hazırda öz gücləri ilə sel sularını bağlardan, əkin sahələrindən, istixanalardan və digər təsərrüfatlardan kənarlaşdırmağa çalışırlar. Cığatay kəndində zərər çəkən təsərrüfatlar sırasında sığorta olunanlarla yanaşı xeyli sayda sığorta olunmayanlar da var. Sığorta olunan var mı? Yox. Sığorta çünki ilgili olanda sığorta olunmur. Eləməmişik. Sahələrimizə dəqib, yəni onu da sığorta eləməmişik. Sığorta eləməmişəm. Niyə eləmirsiniz? Yani sığorta valla hiç etmemiştik yani düzü. Yani buna şey etmemiştik. Böyle de bir şey olmamıştı. Bəli, sığortalanıb. Burada 24 hektar buğda sahəsi sığortalanıb. 30 hektar meyvə bağlarından, hardasa badam sahələri, sonra armud sahəsi, bir də heyva sahələrimiz hamısı sığortalıdır. Aqrar Sığorta Fondunun ekspertləri hazırda zərər dəyən sığortalı sahələrə baxış keçirir və ilkin qiymətləndirmə aparır. Fermer təxminən 24 hektar sahəsinin, buğda sahəsində sel su basma hadisəsi olaraq fonda bildirmişdi. Hal-hazırda biz buradayıq və ilkin qiymətləndirmənin həyata keçiriləcək. Təkcə yəni Xaçmaz rayonunda taxıl sahəsində deyil, bəlkə də digər ərazidə, o cümlədən hətta meyvə bağlarında da kifayət qədər zərər olub və digər ekspertlər də hal-hazırda bildiyiniz kimi bütün rayonun üzrə müxtəlif qruplar şəklində qiymətləndirməni həyata keçirirlər. Aqrar Sığorta Fondunun bölgələrdə fəaliyyət göstərən ekspertləri eyni zamanda fermerləri məlumatlandırır. Təbii fəlakətlərin fəsadlarını minimuma endirmək üçün aqrar sığorta mexanizmindən faydalanmağa çağırırlar. Cəfər Talıb, Sərxan Mirzəyev, Vəfa Şəhlai, İqtisadi Zona. Ləman xanım, birgə izlədik görüntüləri. Maraqlı bir sual yaranır. Fermerlərə dəyən zərərə görə ödəniş nə vaxt həyata keçiriləcək? Elə izlədik. Fermerlər də elə bilirlər ki, hadisə baş verən kimi dərhal sığorta ödənişi həyata keçiriləcək. Amma bu mexanizm bir formada tənzimlənir. İstərdik ki, buna aydınlıq gətirəsiniz. Bəli. Ümumiyyətlə, ilk öncə buradan səslənmək istəyirik ki, hadisə baş verdikdən dərhal sonra fermerlərimizə həm sığorta hadisəsi barədə fonda 1651 çağrı mərkəzinə məlumat vermələrini, eləcə də aidiyyatı dövlət qurumlarına müraciət etmələrini xahiş edirik ilk öncə. İkinci bir məqam ödənişlə bağlı bildirmək istəyirik ki, əgər 100% zərər vurma halları istisna olmağa, təsərrüfatda 100% zərər mövcud deyildirsə, bu zaman sığorta ödənişləri bir qayda olaraq qanunvericiliyin tələblərinə əsasən yığım biçim dövrlərində həyata keçirilir. Bunun səbəbi onunla əlaqədardır ki, məlumdur ki, bitki canlı varlıqdır, təbiət hadisələrinin qarşısını almaq olmur. Yığım biçim dövrünə qədər növbəti təbiət hadisələri baş verə bilər ki, yəni fermerə dəyən zərər dəyişə bilər, arta və yaxud da azala bilər. Buna görə də ədalətli olsun deyə sığorta ödənişlərinin yığım biçim dövründə ödənilməsi daha məqsədə uyğun hesab olunur. Ləman xanım, siz bir çağrı mərkəzini səsləndirdiniz. Fermerlər yəqin ki, məlumatlıdırlar, yəni sığortası olan fermerlərdən söhbət gedir. Əgər vaxtında indi hadisə baş verir, təbii ki, bir təlatüm var, bir həyəcan var, fermer sizə vaxtında müraciət etmirsə, bununla bağlı hər hansı bir müddət varmı? Dərhal müraciət vermirsə, verə bilmirsə nə baş verir? Ümumiyyətlə, bu 10 gün müddətində mütləq şəkildə bizə məlumat verilməlidir hadisə barədə. Bunun səbəbi onunla əlaqədardır ki, bildiyiniz kimi, hadisə baş verdikdən sonra həmin ərazi bizim müstəqil ekspertlər tərəfindən qiymətləndirilir və zərərin həcmi müəyyənləşdirilir. O müddətə riayət olunmadığı təqdirdə zərər düzgün qiymətləndirilməyə bilər. Fermerə dəyən zərəri, yəni düzgün, ədalətli müəyyən eləməyə, obyektiv müəyyən etməyə bilərik. Buna görə də bir mənalı olaraq 10 gün müddəti aşmamalarını xahiş edirik ki, həmin müddət, hətta mümkündürsə daha qısa müddət çərçivəsində məlumat versinlər ki, bizim ekspertlər daha düzgün, dəyən zərəri daha ədalətli şəkildə qiymətləndirə bilsinlər. Bax, bugünə qədər olan müraciətləri dəyərləndirsək, nə qədər müraciət daxil olub, nə qədər sığorta ödənişindən söhbət gedir? Ümumilikdə mən bildirmək istəyirəm ki, sel su basma hadisəsi nəticəsində təkcə bayram günlərindən, martın 20-sindən bu günə qədər 2100 hektar əkin ərazisinə zərər dəyməsi ilə bağlı bizə müraciət daxil olmuşdur. Ümumi müraciətlərin sayı təxminən 283-ə yaxındır. 20 mart, 31 mart çərçivəsində bayram günlərində 168 sığorta müqaviləsi üzrə müraciət daxil olub ki, onun 157-si sel su basma əhatə eləmişdir ki, yəni bu onu göstərir ki,
son günlər bizim sığorta hadisələri üzrə ödənişlərimiz əsasən sel su basma riskindən olacaqdır. Bəlkə də hələ də sığortası olmayan fermerlərimiz var və bizi izləyirlər. Onlara nə demək istərdiniz? Nə qədər maarifləndirmə işləri həyata keçirilsə də, amma məlumatı olmayan fermerlərimiz hələ də var və yaxud da ki, təzə başlayırlar bu işə. Onlara müraciət edə bilərsiniz yeri gəlmişkən. Bəli, elə buradan onlara da müraciət etmək istərdim ki, bizim mexanizmin üstünlüklərindən faydalansınlar. Məlumdur ki, Aqrar Sığorta Fondu tərəfindən sığortalandıqda fermerin sığorta haqqının yarısını dövlət tərəfindən qarşılanır ki, buna görə bu fürsəti qaçırmamalarını xahiş edirəm ki, özləri üçün də ki, gələcəkdə yəni belə hallarla rastlaşdıqda sığortadan kənar qalmasınlar. Məsələn, elə Quba-Xaçmaz iqtisadi regionunda danışdıq ki, Quba-Xaçmaz iqtisadi regionunda buğda sahəsinin 1 hektarlıq buğda sahəsinin sığortalanması cəmi 10 manat, 10-11 manat çərçivəsində yəni başa gəlir ki, yəni çox xırda bir məbləğdir. Lakin həmin sahəyə hadisə nəticəsində zərər dəydikdə o zərər fond tərəfindən qarşılanacaqdır ki, buna görə də elə buradan bir daha səslənir ki, fermerlərə bu fürsəti əldən verməsinlər. Ləman xanım, və son olaraq istərdik ki, aqrar sığorta hal-hazırda hansı məhsulları əhatə edir və gələcəkdə bu əhatə olunan məhsulların siyahısının, əhatəsinin genişləndirilməsi nəzərdə tutulur və daha qısa desək, daha hansı məhsulları nəyə sığortalamaq mümkün olacaq aqrar sığortada? Hal-hazırda fond tərəfindən həm bitkiçilik, həm heyvandarlıq, eləcə də balıqçılıq məhsullarının sığortalanması həyata keçirilir ki, bitkiçilik üzrə 41 növ bitkinin, hansı ki, bunun içərisində həm taxıllar, həm çəyirdəhlilər, həm texniki bitkilər, həm qərzəhlilər, yəni çox geniş sayda bitkilərin sığortalanması nəzərdə tutulmuşdur. Heyvanlar üzrə isə iri və xırda buynuzlu heyvanların ətlik və südlü istiqamətdə olmaqla sığortalanması təmin edilir. Lakin gələcək planlarının içərisində eləcə də qanunverici təşəbbüslərini nəzərə alsaq, quşçuluq, arıçılıq təsərrüfatlarının sığortalanması nəzərdə tutulur. Bununla bağlı artıq qanunverici təşəbbüs ilə də çıxış edilmişdir və 9 növ yeni bitkinin siyahıya əlavə edilməsi bu sitrus və tərəvəz bitkilərini əhatə edir ki, feyxua, kivi kimi tərəvəz bitkiləri bizdə siyahıda yox idi. Eləcə də bir sıra bibərdir, badımcan da, tərəvəz yəni bostan bitkiləri idi. Onlar sığortalanmırdı ki, bunların da artıq sığortalanması nəzərdə tutulur qanunvericilik qəbul edildikdən sonra. Aydındır, minnətdarıq Ləman xanım studiyamıza gəldiyiniz üçün və fermerlərimizə də buradan uğurlar arzulayırıq. Sizə də minnətdarıq, sizinlə sağlaşırıq. Çox sağ olun, təşəkkür edirik.